Gördüm sizin bir dənə müsahibəviz mənim qarşıma çıxdı. Müsahibədə bildirirsiniz ki, düzdür ad demirsiniz, deyirsiniz ki bir meyxanaçı efirdə çıxır deyir ki biz də şou deməli, mənim yadımdan çıxdığı obraz yaradırıq. Amma nə obrazsız, yəni misal üçün meyxanaçı deyil, nə obrazdan yaradana bilər? Çünki Nəsiminin vaxtı ikən məndə sığar iki cahan, mən bu cahana sığmaram kimi illərlə yadda qalacaqmı? Yəni oxuduğumuz repertuarlar az müddətli sevilirlər də. Yəni Allah Vüqar Biləcəliyə rəhmət eləsin, Aydın Xırdalanlı, bir çox Rəşad Dağlıya Allah can sağlığı verib qapısını açsın. Onların yazdıqları ola bilər. Bu fikir kimə aid olur? Yəni, əvvəla qoy mən orada əyləşən qonaqlarımızın hamısını salamlayım. Məsələn, tanımdır, Fərzizdir, mənim qardaşımdır. Mahirdir, mənim qardaşım oldu. Ne güzel. Və Space kanalının siz başda olmanız bütün əməkdaşlar. Var olun Taşib, dedi bala elində. Dedi. Başkan orada daxil olmaqla. Demədi. Bütün hamısına Allah'ın... Balaylı da buradadır ya, bəlkə görmürsünüz. Balaylı qardaşıma da Allah can sağlığı versin, öpürəm onda. Bəlkə televizora baxmır. Və mən, düzdür, mən o sözü demişəm. Yəni, mənim ümumiyyətcə meyxana ustadlarına böyük hörmətim var. Bəli. Amma meyxana ustadlarına ya, yəni elə hər yerdə... Hər meyxanaçıya yox. Mən meyxanaçıyam deyən yox. Bəli. Yəni, mən ümumiyyətcə mən o sözü niyə dedim orada? Bəli. Bu yaxınlarda efirdə mən Akşini gördüm ki, Akşin danışır. Akşin Fatih deyib. Çünki Balaylı da bizdə o sözü deyib. Amma Balaylı deyib şu... Yox, Akşin Fatih. Orada gördüm dedi ki, biz sözlə obraz yaratırıq. Amma mən də Akşinin elə bir obraz yarattığını görməmişəm. Mən ümumiyyətcə onu meyxanaçı kimi tanımıram. Yəni o meyxanaçı deyil, müğənnilik edir. Müğənni də deyil, müğənnilik edir. Ona görə də mən fikirləşdim ki, bu nə obraz yaratışı, bu hansı obrazdır? Allah'la danışan. Sən bir obraz yaratmamışsan, sən obrazı yarat, sən deməyə ihtiyacı yoxdur, sənin yarattığın obrazı biz görürük. Xalqın gözü tərəzidir, xalqın qiymətini verir. Sən çıxıb sizlə deyir ki, mən sözlə obraz yaradıram. Amma mən də baxıram ki, sənin sözündə bir obraz görmürəm. Görmürəm də qardaş. Tacir müəllim, əgər mənim fikrim məni aldatmırsa, mənim verişimdə deyib də onu. Biz də obraz yaradırıq. Mən bilmirəm, bəlkə də ola bilər. Ya da zaurda olur bax, amma yox, məndə olmuşdu o show biznesi. Niyə demişdi biz yazdığımız mahnılarla obraz. Siz düşünürsünüz ki, bu günləri, bax, Akşin Fatih'in uğurları var da, misal üçün nəfəslə bir yerdə oxumaq falan. Bu obrazda idi, çünki orada sevgidən danışılır, barama haqqında yazıb, yəni barama çox balaca bir necə deyim, həşəratdır, amma onu o qədər orada vəsf edib ki, onun da böyük bir, yəni yaradıcılığı, yəni baramanın da öz həyatında, necə qarışqı o, özü üçün o ev tikiri, onu yaradıb. Sizcə, Akşin Fatih'in yaradıcılığında heç mi insanların ruhuna toxunan bir nüanslar yoxdur? Mən ümumiyyətcə onun birdən yaratdığı şey mənim yadımda deyil ki, məsəl üçün mən deyim, mən Pərvizin yaratdığını bu saat mən əzbərdən deyim, səsini işidirlər ki, yaradıbdır. Baləli yaradıbdır, məsələt oxuyur, məsəl üçün mən bu saat deyim ki, nələri yaradıbdır. Amma Akşin elə bir obraz yaratmayıb, baxın, mən görmürəm o obrazı. Mənim Akşinə düşman da deyiləm, ha? Bilirəm, Tacir müəllim, bilirəm. Mən müdaxilə edirəm. Bəli. Musiqidən, mənim müdaxiləm musiqidədir. Mən onun şəxsi işinə heç bir işim yoxdur. Şəxsi işində, şəxsiyyətdə yaxşı oğlandır, belədir ki, elimizin oğludur. Amma mən musiqiyə deyiləm, musiqi danışırım. Sən yarattığın obrazı sən bir özün deyiləm də, bir özün dilinə al deyiləm ki, mən bax, bu obrazı yaratmışım. Təşəkkür edirik və Tacir müəllim. İndi Pərviz Gilboy ilə biz burada müzakirə edəcəyik. İnşallah 25'i nişandır da. İnşallah. Allah xoşbəxt eləsin. Toyu bu ilə saxlayırsınız, yoxsa gələnlə? Yo, toy deyil, ondan sonra 1-2 aya olmalıdır Allah. İnşallah. Əsas odur ki, sevib seçdiyi bir xanımdır. Allah Teala xoşbəxt eləsin. Ailəmizdə xoş günlər olsun inşallah. Bu camiadan deyil ki, Tacir müəllim.
Hayır canım. Bu yok, camiadan yok, değil. Yok. Təbrik edirik, var olun. Çok sağ ol. Var olun.